Dünyanın ən dəyərli futbolçularının siyahısı yenilənilənib. Transfermarkt xəbər verir ki, qiyməti 50 milyon avro və üzərində olan oyuncuların yer aldığı siyahıda PSG-nin ulduzu Kylian Mbappé, Manchester City-nin hücumçusu Erling Haaland və Barcelona'nın gənc istedadı Lamine Yamal 200 milyon avro ilə zirvədə qərarlaşıb. Onları 150 milyon avro ilə Vinicius Junior və Pedri izləyir. 140 milyon avro dəyərində Jude Bellingham və Michael Olise yer alıb. 120 milyonluq futbolçular sırasında isə Bukayo Saka, Jamal Musiala, Declan Rice və Federico Valverde var. Siyahıda Türkiyə millisinin üzvləri də diqqət çəkir. Arda Güler 90 milyon avro bazar dəyəri ilə ən dəyərli türk futbolçu kimi üst sıralarda qərarlaşıb. Juventus'un oyuncusu Kenan Yıldız isə 75 milyon avro ilə həm klubunun ən dəyərlisi olub, həm də A seriyasında Lautaro Martinez'dən sonra ikinci pilləyə yüksəlib. Galatasaray'ın hücumçusu Victor Osimhen də 75 milyon avro ilə siyahıya düşüb və Avropanın 5 böyük liqasından kənarda çıxış edən yeganə futbolçu kimi fərqlənib. Yeniləmədə dəyəri ən çox artan oyuncular arasında Fermin Lopez 100 milyon, Jeremy Jacket 55 milyon, Yan Diamonde 75 milyon, Luka Vušković 60 milyon və Ryan Şerki 65 milyon yer alıb. Dominik Soboslay də 15 milyon artımla 100 milyon avroya çatıb. Dəyəri azalan futbolçular da olub. Alexander Isak 20 milyon avro itirərək 100 milyona düşüb. Jude Bellingham, Rodri və Martin Ödegaard 10 milyon avro geriləyib. Bukayo Saka, Jamal Musiala və Cole Palmer də 10 milyon avro dəyər itirənlər arasındadır. Qeyd edək ki, növbəti yeniləmənin may ayının sonlarında açıqlanacağı gözlənilir.